Xüsusi təyinatlı qüvvələrin kəşfiyyat rəisi Polkovnik Eldəniz Namazov deyir, düşmənin Adil 82 kimi tanıdığı xüsusi təyinatlılarda qrup komandiri, Vətən müharibəsi qəhrəmanı, Baş Leytenant Adil İbrahimlinin fəaliyyəti haqqında geniş bəhs edilməlidir ki, gələcək nəsillər belə qəhrəmanlarımızı tanısınlar. Baş Leytenant Adil İbrahimli tutduqları mövqeyə hücum edən, sayca qat-qat çox olan düşmənin qarşısını almağa çalışırdı. O bilirdi ki, mövqeyi tərk etmək qeyri-mümkündür. Ya şəhid olmaq, ya da mövqeyi qorumaq. Yanındakı bütün döyüşçüləri geri çıxarır, özü isə tək qalır. Bir sutkadan artıq tək başına döyüşür. Düşmənin yüksək rütbəli zabitləri belə etiraf ediblər ki, biz elə bilirdik ki, orada 20 nəfər Azərbaycanlı döyüşür. Adil tək başına 40-dan çox düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Bu gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir.